Bugün sizlərə 3 dəqiqə ərzində bir müsahibə sualı izah edəcəm və sual ekranda görünür. Beynəlxalq bağça sənədləri hansıdır? Bu tipdə sualları cavablandırmaqda bəzən müəllimlərimiz çətinlik yaşayırlar. Bəs necə cavablandırmalıyıq belə sualları? Bu da normal bir haldır, çünki qulağa biraz yad gələn müsahibə suallarındandır, yəni az-az verilən suallardandır. Müəllimlər, ilk öncə beynəlxalq sözünün özünü analiz etsək, yəni beynəlxalq bir neçə ölkə üçün ümumi olan mənasında istifadə olunur da, düzdürmü? Beynəlxalq bağçada deyəndə, yəni bir neçə ölkədə, məsələn, tətbiq olunan standartlar deyə bilərik və s. Məsələn, inklüziv təhsilin özü, yəni ki, beynəlxalq anlamda başqa ölkələrdə də istifadə olunur. Orada da bərabər imkanlar sağlanılır. Elə bizim ölkə üçün də bu keçərlidir. Və bu sualın müsahibədə verilmə səbəbi ondan ibarətdir ki, görək bu müəllim, yəni yerli sənədlərdən başqa, yerli qaydalardan başqa, dünya səviyyəsində olunan, dünya səviyyəsində tətbiq olunan məktəbə qədər standartları tanıyır, yoxsa yox? Yəni sualın verilmə səbəbi budur. Bu da tərbiyəçinin uşaq hüquqları haqqında bilməsidir. Bayaqları da vurğuladıq. İnklüziv təhsillə bağlı, yəni araşdırma aparıb aparmamasıdır. Uşaqların sağlamlığı ilə bağlı, gigiyenası ilə bağlı, məlumatlı olub olmaması ilə bağlıdır. Və müəllimlər, əgər ki bu sualı düzgün, əhatəli cavablandırmaq istəyirsinizsə, cəmi 2 dənə təşkilatın adını deyə bilərsiniz, sənədin adını vurğulaya bilərsiniz ki, bunlardan biri UNESCO, biri də UNICEF-dir. Yəni hər ikisi dünya səviyyəsində uşaq hüquqları ilə bağlı, ümumiyyətlə UNESCO uşaq hüquqlarıdır. UNICEF də ki, uşaqların inkişafı ilə bağlıdır. Yəni bu 2 dənə sənədin adını çəkərək sualı doğru cavablandıra bilərsiniz. O birisləri bilməsəniz də olar. Yəni ən azından suala 2 dənə də olsa nümunə gətirə bildiniz. 3 dəqiqə demişdim, videonu 2:20-də yekunlaşdırıram.